Bunu kalkaya vereyim sen bir şey kalk. Ya hangisini yapıyorsun? Hazırsan mı? Allah'ım sallallahu. Allah'ım. على أحياء منهم الأموات سير لا أرواح Allah rahmet eylesin. Fikir alırsan tanık 18. Güzel cümle olan yazın. 18. ildə Qubada ermənilərlə olan müharibə ərəfəsində həmin bunlar müsəlman balaların əsgərlikləri ki, bunları yığıb hamısı kütləvi şəkildə qırandan sonra getdi. Bəziləri bilər, bunları bura töküb, arx olub, burada üçünə dərin arxlar olub, töküb bura üstü örtürlər. Bəziləri, bəzi tarixdə yazırlar ki, bunları kütləvi şəkildə birikən tökürlər. Yəni, onların içərisində yaralanan qulun qələbəli əziyyətindən olub, bir həftə deyil, onların üstünə tökülən torpaq yerdə ləngər verir. Çox böyük işgəncələ, böyük dəhşətli bir şəkildə. Hadi bunların əksəriyyətinə baxsız görərsiniz ki, bunların uşaq kəndələridir. Vallahi uşaq kəndələridir. Bunların o yanlarını göstərəcəm, mən bəzilərində küt alətlə vırılanları var, əksəriyyəti. Başlarından küt alətlə zədər. Yəni bu məzlum cəmaata görünən dərəcədə böyük, dəhşətli şəkildə o yanda da müəyyən hissə var, bir dənə küşə görə. Bir müzey tutmaq lazımdır. Müze tikilsə, hacı bu ayaq altında qalacaq, məsələn, sürülər, ya necə bunun məsələsi biraz... Yox. Arabanın kontrolünün üstündə, yolun dairəsi yüksək səviyyədə betonlarla, yəni balınlasın, bak görürsünüz, böyle şekilde oldu. Aslında böyle bir qəbristanlıq oldu. Şimdi bunların şeyh özü de geldi, başka din adamları da geldi. Orada hatta böyle Sistana Qanunu nümayəndəsi geldi, burada bir dəvət edildi. Şimdi bunları bastırmak, tarihi bastırmak bunlar. Üçüncü bölümdür. Ama bu dünyaya yayınlanmalıdır. Yani. Bak burada görsen, şurada uşaq kəllələrdir. Bakın, yaş boyunca taş uşaq, taş. Dalsan yukarı bakar. Orada başlığı gördüğüm parçalar. Başvursan mı ne soruyorsun? Ne soruyorsun? Ya burada ben görürsen çekiclə neyse başlarını bunlar. Bunlar ekspert müəyyənləşdirib abi. Burada alet var, bilmiyorum. Ne altı da öyle diyor. Burada 3 tane büyük aslı görüyoruz. Bunların çoğunu öldüreni kötülüyor. Yok çoktur. Arkası 400 neçə belə baş müəyyənləşdiriblər. Hələ gedir. Əgər araşdırılsa azısı çıxacaq. Kursa O vaxtı demək, o vaxtı Rusiyadan telegraf yoluna məlumat verirlər dağ yahudilərinə ki, ermənilərə xəbər verin, Nuru Xoşa gəlir, Türkiyədən dəstək gəlir. Yahudilər də buradan xəbər verirlər onu ermənilərə. Bunlar o qaça-qaça ərəfədə öldürdükləri nə qədər şəhərdəki divan tuturlar məzlum cəmaata kütləvi şəkildə ərəbələrə doldurub bura güllatan sayılır. Şəhəri yuxarı hissəsi, buralarda yaşayış olmur. Bura şəhərdən çox kənar bir yer. Burada getirib məxfi bir yer olduğuna görə axıları örtü zərfini görməsinlər, bunu dünya ictimaiyyətinin yayımlanmasın ki, sabahla Azərbaycan soyqırım adında bir şey qaldıra bilər dünyada. Və ancaq indi gör bizim özümüzə gör nə tər onlar təbliğat aparırlar. 24-cü Türkiyə ilə Ermənistan arasında gedən savaşda ölənlər üçün təbliğat aparırlar. Bu günləri Azərbaycanda təbliğat gedir ki, may ayı boşayır. May ayı boşayır. Yəni bizim özümüzə Ermənistanda 24 apreldə ölən ermənilər üçün bizə 40 saatlatır. Gör nə qədər böyük təbliğatlar Gözü bizim kənddə də o 1918-ci ildə budur söküşünlər. Özünü müdafiə dəstələrinin rəhbəri olub Hacı İskəndər zonalı. Nuri Paşa gələndə ona Türkün qəhrəmanı medalı verdi. Nə adı yalvardı bu alçaqlara görə, bir də onun üstünü qoyun ki, uşaqlar gələcək nesil üçün də heç kim şey demədi.
gələcəkdə yəni bu məsələni qaldıracağam ki, qəhrəman olub da, o Nuru Paşa gəlib, ona sərkərdinə adı verib. Amma elə Hacı Sultan təşəbbüsünün onun bir böyle divarda mərmər lövhəsi açılış. Yəni belə şeylər tarixdir, belə şeylər. Özü böyük bir şey. Çok güzel bir şey. Qəşəng. Allah Vacib, rahmet eylesin. lafın vacibidir. Demək buranı satırlar bir nəfərə. Çək Burada var. pavilyon var. Bu pavilyon üçün burada tikinti qazıntı aparanda traktor vuranda qonşu görüb də kəllələr atdı. Təsadüfən çıxır. Bu Allahın hikmətidir. Bunlar hamısı dərmandan var. İstedik ki, buranı çıkartara, bu vakti birinci belə məsələ oldular ki, bunları hamısını çıxartır. Bir dəfə maşını gəlib, dağıtıb ki, olur da park salacaq, bağlı çıxartır, çıxıb ancaq bunları gəlib bir yaxınladır, bir dərmanladılar, neylədilər, bilmirəm. Eləmək olar da, bunu bastırmaq olar gələcəyini, amma indiki müdaxilə Göstərmək lazım. göstərilməz bu bir təbliğat mexanizmidir aslında. Bunun vaxt keçəndən sonra bu artıq dövlət tərəfindən qəbul olunmuş, təsdiq olunmuş. Ola bilər ki, müəyyən bir qarşılıqdır, sonra bunlar təhvili ilə bağlı, yəni başqa bir ola bilər gələcəkdə. Hangi vaxt?